Bugün güzgü ilə işləyərək keçmişi bağışlayacaqsan və içindəki gözəl uşağı sevməyə başlayacaqsan. Daxili uşaqla işləmək keçmişin yaralarını sağaltmaq üçün çox dəyərli və güclü üsuldur. Çünki biz çox vaxt içimizdə o qorxmuş bir uşağın olduğunu belə fərq eləmirik. Əgər uşaq vaxtı qorxular, danlaqlar və zorakılıqlar çox olubsa, insan içindəki uşaq hissəsini sıxışdırmağa öyrəşir və ya özünü cəzalandırmağa vərdiş edir. Sonra böyüyəndə də özünü bu şəkildə danladıqca eyni münasibəti içindəki uşağa da göstərmiş olur. Amma o uşağın qaçmağa yeri yoxdur. Çoxumuzun içində itib batmış, tək qalmış və rədd edilmiş özünü hiss eləyən bir uşaq var. Bəzən içimizdəki uşaqla yeganə ünsiyyət illərlə sadəcə onu danlamaq və tənqid eləmək olub. Sonra isə özümüzə təəccüblənirik. Niyə mən özümü xoşbəxt hiss eləmirəm? İçimizin bir hissəsini rədd edirik, sonra da daxili harmoniya, sevinç hiss eləməyi gözləyirik. Bu mümkün deyil. İçindəki uşağı qəbul eləmədən özünü tam sevmək və xoşbəxt hiss eləmək mümkün deyil. Daxili uşaq tək olanda və daim danlananda insanın ruhunda sevgi və güvən hissi olmur. Ona görə də özümüzə qarşı yumşaq, anlayışlı olmağı və uşağı sevgi ilə qəbul eləməyi öyrənməliyik. Bu daxili bütövlüyün və həqiqi xoşbəxtliyin açarıdır. Bugünkü güzgü çalışmasında özümüzü valideynlərimizin qoyduğu daxili məhdudiyyətlərdən azad edirik. Keçmişi bağışlayacağın və içimizdəki o itmiş, qorxmuş uşaqla birləşib onu sevməyə başlayırıq. Bu uşaq bilməlidir ki, biz onun yanındayıq, ona qayğı göstəririk, onu eşidirik. İllərlə o uşağı tərk eləmişik, tənqid eləmişik və bugün özümüzə qarşı sərt münasibət elə o uşağa qarşı sərtlikdir. İçimizdəki uşağımızı sevməyə öyrənmək biraz vaxt tələb eləyə bilər. Bu vaxtı özün üçün ayır. İçimizdəki uşağı sevmək üçün əvvəlcə onun nə yaşadığını anlamalısan, sonra tədricən sevgi ilə ona yaxınlaşırıq. Bu da bəzən keçmişi bağışlamaqla, sərt düşüncələrdən qurtulmaqla mümkündür. Hər gün biraz zaman ayır. Sevgi ilə, səbirlə və qayğı ilə bu uşaq sağalanda sən də bütünlüklə özünü sevən və azad bir insana çevriləcəksən. Bu kursdakı tapşırıqları təkrar elə. Mən sənə söz verirəm, sən bacaracaqsan. Sənin daxili uşağın keçmişdə formalaşdırdığın inan və düşüncələri bugün də içində daşıyır. Əgər valideynlərin sərt idisə, tələbkar və tənqidçi olublarsa, sən də indi özünə qarşı elə sərt davranırsan, hər şeyə görə özünü danlayırsan. Bu hələ də o köhnə valideyn səsinin sənin içində yaşadığını göstərir. Bu halda sənin daxili uşağın hər səhər qorxu ilə oyanır. O düşünür ki, bugün yenə mənə qışqıracaqlar, yenə səhv eləyəcəm və cəzalanacağam. İçindəki uşaq sənin necə düşündüyündən və davranışlarından çox təsirlənir. Əgər sən daim özünü tənqid eləyirsənsə, o da daim qorxu içində yaşır. Bu qorxunu dəyişmək üçün daxili səsini dəyişməlisən. O səs artıq sevgi, anlayış və dəstək hiss elətdirməlidir. Beləcə daxili uşaq hər gün sevgi ilə oyanacaq və özünü təhlükəsiz hiss eləyəcək. Həyat özünü keçmişdə də, indi də, gələcəkdə də sevmək üçün sonsuz bir fürsətdir. İçindəki hər bir hissəni sevmək və qəbul eləmək sənə əsl şəfa verir. Keçmişdə valideynlərimizin bizə elədikləri sadəcə onların öz düşüncə səviyyələri və travmalarının nəticəsi idi. Bugün isə artıq biz özümüz öz valideynimizik. Özümüzə necə davranacağımızı özümüz seçirik. Artıq qərarları biz veririk. Əgər içindəki uşağa sevgi və qayğı göstərməkdən imtina eləsən, özünün içində o qəzəb, inciklik yığıla bilər. Bu da o deməkdir ki, içində bağışlamadığın biri var. Bu bəzən atandır, anandır, bəzən də elə özün ola bilərsən. Buraxa bilmədiyimiz insanlar çox vaxt bizə lazım olan sevgini verməyən insanlardır. Ona görə də bağışlaya bilmirik, çünki hələ də içimizdə sevgi acılığı var. İndi özünə sual ver. Özünü nəyə görə hələ də bağışlamamısan? Ne düşün? Daxili uşağının əlindən tutursan və bir neçə gün onunla birlikdə hər yerə gedirsən. Mağazaya, parka, işə, gəzintiyə, hər yerə. Təsəvvür elə ki, birlikdə nə qədər sevinç dolu anlar yaşırsan, oyunlar oynayırsan, xoşbəxt ola bilirsən. Bu biraz gülməli səslənə bilər, amma xahiş edirəm, bunu elə, bu işləyir, bu şəfadır. Özün və daxili uşağın üçün möhtəşəm bir həyat yarat. Kainat sənə cavab verəcək. Həm içindəki uşağı, həm də indiki səni şəfa elətdirəcək yollar tapacaqsan.
Uşaqlığının xoşbəxt və ya kədərli keçməyindən asılı olmayaraq bu gündən etibarən həyatına sən cavabdehsən. Seçim sənindir. Ya həyatını valideynlərini günahlandırmağa sərf edə bilərsən, ya da öz içində sevgi yaratmağa, özünü və daxili uşağını qucaqlamağa başlaya bilərsən. Çünki sevgi və şəfa həmişə bu gün başlayır. Sənin içində, indi və bu an. Sevgi ən güclü şəfa və təmizləmədir. Sevgi ən dərin və ağrılı xatirələri belə silə bilir. Çünki sevgi hər şeydən daha dərinə enə bilir. O ağrının kökünə qədər gedir və oranı yumşaldır, şəfqət verir və şəfalandırır. Çünki sevgi həm qəbuldur, həm bağışlamadır, həm də azadlıqdır. Sadəcə bir düşün. Ağrılarla dolu həyat yaşamaq istəyirsən, yoxsa sevinç dolu bir həyat yaşamaq istəyirsən? Seçim və güc hər zaman sənindir. 9-cu günün güzgü ilə tapşırığı. Hər hansısa bir güzgünün qarşısına keç və dünən çəkdiyin uşaq şəklinə bax. Özün üçün uyğun zamanı seç və daxili uşağına de ki, sən ona qayğı göstərirsən. Bu cümlələri səsləndir. Mən sənə baxıram, sənə qayğı göstərirəm. Mən səni sevirəm. Həqiqətən səni ürəkdən sevirəm. Əgər mümkünsə güzgünün qarşısında otur. Əl güzgüsü də ola bilər. Əsas odur ki, öz gözlərinin içinə baxa biləsən. Güzgüyə bax. Dünən başladığın daxili uşaqla söhbəti davam elətdiririk. O sənin keçmişdəki balaca saf halındır. O uşaq hələ də sənin içindədir və sənin diqqətinə, sevginə möhtacdır. Söhbətə üzr istəməklə başlaya bilərsən. Məsələn, belə deyə bilərsən ki, bağışla ki, bu illər ərzində səninlə danışmamışam. Bağışla ki, səni bu qədər uzun müddət tənqid eləmişəm. İstəyirəm itirdiyimiz o vaxtları yenidən xatırlayaq və bir-birimizə yaxınlaşaq. Əgər 30, 40, hətta 50, 60 ildir daxili uşağınla danışmamısansa, onunla yenidən əlaqə qura bilmək biraz zaman ala bilər. İlk başlarda biraz yad, qəribə və ya duyğulu hiss eləyə bilərsən. Bu normaldır, amma səbirli ol, davam elə. Bu bax getdikcə güclənəcək. Daxili uşağın səni eşidir. O da səninlə danışmaq istəyir. Sən öz içindəki uşağın səsini eşidə bilərsən, hətta onu aydın şəkildə görə də bilərsən. Yanında bir qutu salfetka saxla, daxili uşağınla danışarkən ağlaya bilərsən. Bu tamamilə normaldır və şəfadır. O göz yaşların sənin illərlə yığılmış hisslərini, acını və qorxunu çıxaracaq. Səni daxili uşağınla ayıran divarları yıxacaq. Onunla yenidən sevgi və etibar üzərinə bir bağ qurmağına kömək eləyəcək. Bunu həmişə yadında saxla. Bütün güc sənin içindədir. 9-cu günün yazılı tapşırığı. Özündən sorur. Uşaq olanda ən çox nə eləməyi sevirdin? Ağlına nə gəlirsə hamısını yaz. Kiçik sadə şeylər də ola bilər. Tullamaq, şəkil çəkmək, qumla oynamaq, yelləncəkdə yellənmək, suya girmək və ya nağıl uydurmaq. İndi düşün. Bu siyahıda yazdıqlarından ən son hansını və nə vaxt eləmisən? Çox vaxt içimizdəki valideyn bizə əylənməyə icazə vermir. Çünki böyüklər belə şeylər eləməzmiş. Amma buna inanmaq bizi sadəcə sevincdən uzaqlaşdırır. İndi dəftərini bir kənara qoy və içindəki uşaqla birlikdə çölə çıx. Daxili uşağınla biraz oynamağa çalış. Oynamaq nə deməkdirsə sənin üçün onu elə. Rəqs elə, gəz, su sıçrat, çimərliyə get, şəkil çəkdir. Ürəyin nə istəyirsə. Sənin balaca daxili uşağın bunu çoxdan gözləyir. Uşaqlıqda xoşladığın və biraz indi sənə gülməli görünən şeyləri eləməyə çalış. Məsələn, parkda su çiləyicilərinin altından qaçaraq keç, yağışda islan, uşaq kimi gül və ya payızda yarpaqların üstünə tullan. Digər uşaqların necə oynadığına bax. Onların necə sərbəst, necə həvəslə oynadığını gör. Uşaqlıqda zövq aldığın oyunları yadına salacaq. Əgər həyatına daha çox sevinç qatmaq istəyirsənsə, daxili uşağınla yenidən əlaqə qur. Planlaşdırma, sadəcə hiss eləyərək, azad olaraq hərəkət elə. Söz verirəm, həyatın daha şən, daha yüngül və daha dolu olacaq. 9-cu günün mesajı. Mən dəyişmək və böyümək istəyirəm. Mən daxili uşağımı sevirəm və artıq onu tək qoymayacağam. Sevgi ilə özümə ana və ata oluram. Keçmişi bağışlayıram və bu günü sevgi ilə yaşayıram. Sən çoxlu yeni şeylər öyrənmək istəyirsən. Köhnə düşüncə tərzini dəyişib sənə xidmət eləməyən inancları buraxmaq istəyirsən. Öz davranışına baxıb demək istəyirsən ki, artıq belə eləməyəcəm, mən artıq belə davranmaq istəmirəm. Bu sənin artıq dəyişməyə və böyüməyə hazır olduğunu göstərir.
Bilirsən ki, sən olduğundan qat-qat güclüsən və daha da böyük ola bilərsən. Daha yaxşı biri olmağa çalışma. Çünki bu indi kifayət qədər yaxşı deyiləm demək olar. Bu isə doğru deyil. Çünki sən artıq olduğun halınla kifayət qədər yaxşısan. Sadəcə öz potensialının daha geniş versiyasına çevir. Öz böyüklüyünü ortaya çıxar. Özünü ifadə etməyə və öz işığını yaymağa başla. Bədənin səni sevir. Ona necə yanaşmağından asılı olmayaraq o səni olduğun kimi sevir. Bədənin səninlə danışır və sən artıq onu dinləməyə başlamısan. Dəyişmək və böyümək bəzən içindəki köhnə ağrılara toxunmaqdır. Amma bu maraqlıdır, həyəcanlıdır və ən önəmlisi də azadlıq verir. 9-cu günün meditasiyası. Daxili uşağını sev. Sakit bir yer seç. Gözlərini yum, nəfəsini dərin al, ver. Bir neçə dəfə sakit nəfəs alaraq özünü sakitləşdir. İndi keçmişə qayıt. Özünü 5 yaşında bir uşaq kimi təsəvvür elə. Balaca, saf, sevgi və diqqət axtaran bir uşaqsan. O uşağı gör. Hardadır, nə geyinib? Onun gözlərinə bax. İndiki böyük halınla bu uşağa yaxınlaş. Əllərini ona doğru uzat. Sakit, sevgi dolu səslə de. Mən sənin gələcəyinəm. Mən səni sevməyə gəlmişəm. Onu sevgi ilə qucağına al. Qucaqla onu. Sən onun üçün buradasan. Bundan sonra o heç vaxt tək qalmayacaq. İndi təsəvvür elə ki, bu balaca uşaq səninlə birgə indiki zamana gəlir. Bərabər güzgü qarşısında dayanırsınız. Gözlərinizlə bir-birinizə sevgi ilə baxırsınız. Aranızda dərin bağ var. Sənin daxili dünyan çoxlu hissələrdən ibarətdir. Qorxan, sevən, şən, incinmiş hissələrdən. Onların hamısını yavaş-yavaş sevgi ilə bir araya gətirməyin vaxtıdır. Sən indi bunun üçün buradasan. İndi daha da geriyə. Doğulduğun ana qayıt. Təsəvvür elə ki, sən indicə doğulmusan. Asan olmayan, dar, sıx, qaranlıq bir yoldan keçmisən. Birdən-birə soyuq hava özünə dəyir və gözlərini qamaşdıran parlaq işıq görürsən. Bəlkə də kimsə sənə əli ilə vurur ki, nəfəs alasan. Yeni doğulmuş bədənin bu dünyaya uyğunlaşmağa çalışır. Hər şey yenidir, qəribədir. Biraz da qorxuludur. Sən artıq bu dünyaya gəldin. Sənin önündə bir ömürlük yol var. Bu yol sənin yolundur. Sən necə yaşamaq istəsən, elə də yaşayacaqsan. İndi o balaca körpəni gör. Özünün yeni doğulmuş halına bax. Balaca, həssas amma möhtəşəm bir uşaqsan. Bu körpəni ürəkdən sev. Ona de, səni sevirəm. Mən buradayam. Səni qoruyacağam. Səni heç vaxt tək qoymayacağam. Bu körpə sənin başlanğıcındır. Sənin məsumluğundur, gücündür, həqiqi işığındır. İndi onu qucağına al, onu bədəninə yaxınlaşdır, onu sev. Mən bu dünyaya təsadüfən gəlmədim. Mən bu həyatı yaşamağa layiqəm. Mən balaca halımla da, indiki halımla da sevgi və diqqətə layiqəm. Mən özümü sevirəm, özümü olduğum kimi sevirəm. İndi ilk dəfə yeriməyə başladığın vaxtlarını xatırla. Balaca ayaqlarınla ayağa qalxırsan, yıxılırsan, qalxırsan, yenə də yıxılırsan və bir daha qalxırsan. Birdən gəzməyə başlayırsan. O anki bədənin, ruhunun sevincini hiss elə. Sən bu uşaqla qürur duyursan. O təslim olmadı, cəsarətli idi. O sənsən, o balaca uşağı sev, ona dəyər ver. İndi ilk dəfə məktəbə getdiyin günə qayıt. Anandan ayrılmaq istəmirdin, amma bacardın. Ağrılı olsa da, qorxulu olsa da sən bunu bacardın. Yeni mühit, yeni insanlar, ürəyində qorxu olsa da yenə də güclü olmaq istəyin var. Sən çox çalışdın, çox cəhd elədin. İndi o balaca uşağa bax. Ona yaxınlaş və sevgi ilə de, səni sevirəm. Sən çox güclü idin, mən səninlə fəxr edirəm. İndi təxminən 10 yaşın olan dövrünə qayıt. O vaxt nələr baş verirdi? Bəlkə sənin üçün asan deyildi, ətrafında olanları bəzən anlamırdın, bəzən hər şey qaranlıq gəlirdi sənə. Həyatda qalmaq üçün əlindən gələni elədin və bacardın. Sən uşaq idin, amma çox şey hiss eləyirdin. Bəlkə evdə sevgi az idi, bəlkə səni başa düşən yox idi, bəlkə çox tez böyüməyə məcbur qaldın. Sən sağ qalmağı bacardın. İndi bu 10 yaşındakı uşağın gözlərinə bax və ona de, sən çox güclü idin, sən yaşadın, səni sevirəm, mən buradayam. Mən artıq sənə baxıram və sənin yanındayam. Bu uşaq tək deyildi, sadəcə onu eşidən yox idi. Amma indi sən buradasan. İndi diqqətini gənclik illərinə yönəlt. 13, 15 və ya 17 yaşındasan. Həyatın sanki bir macera kimi idi. Eyni zamanda həyəcanlı idi, qorxu, qeyri-müəyyənlik, amma sənin içində bir ümid vardı.
Sən öz yolunu tapmağa çalışırdın. Kim olduğunu, nəyi sevdiyini, kimə güvənə biləcəyini öyrəndin. Bəzən səhv elədiyini düşündün, bəzən utandın, bəzən içində fırtına qopdu. Amma sən bütün bunları keçdin. İndi o yeniyetməkdir ki, səni sevirəm. Sən çox şey yaşadın və yenə də içində ümid saxladın. Sən tək deyilsən. İndi mən səninləyəm. Bu gənclik illəri sənin formalaşma dövrün idi. O illərdə yaranan hisslər və xatirələr hələ də içində yaşayır. Onlara sevgi ilə baxmaq şəfa verir. İndi ilk iş gününü xatırla. Sən çalışdın, öyrəndin, özünü göstərməyə cəhd elədin. Bəlkə həyəcanlı idin, bəlkə də özünü sübut eləmək istəyirdin. Ən yaxşısını eləməyə çalışdın və sən bacardın. Hətta daha da artığını elədin. İndi o ilk iş günündəki özünə bax və de, səni sevirəm, sənə minnətdaram. Sən çox çalışdın, çox öyrəndin, çox verdin, sən qiymətlisən, sən dəyərlisən. İndi o ilk dəfə sevgidə rədd edildiyin anı xatırla. Yaşadığın ürək ağrısını xatırla. O insandan diqqət, sevgi, qarşılıq gözləyirdin, ürəyini açmışdın ona, amma o sənə yox dedi. Sənin sevdiyin sevgini qəbul eləmədi. O ağrıdan sanki içində bir şey qırılmışdı. Sən bunun öhdəsindən gəldin və bugün daha güclü bir insansan. O sevən və incinmiş halına bax və de, səni sevirəm, sənin sevgin saf idi. Rədd edilməyin sənin dəyərsiz olduğunu göstərmir. Sən sevilməyə layiq idin və indi də layiqsən. İndi həyatında yaşadığın başqa bir vacibanını xatırla. Bu nə idi? Bəlkə bir seçim elədin, bir şey bitdi və ya yeni bir şey başladı. Ətrafında heç kim olmasa da sən öz gücünlə yoluna davam elədin. O zaman sənin üçün asan olmaya bilərdi, amma sən bacardığının ən yaxşısını elədin. İndi o halına sevgi ilə bax və ona de, səni sevirəm. Sən o anda əlindən gələn hər şey elədin. Mən səni görürəm. Mən sənə inanıram. Mən səni sevirəm. Həyatında nə yaşadığından asılı olmayaraq sən hər zaman dəyərlisən. Sən mübarizə apardın və bugünə gəldin. İndi bu hissəni qəbul elə və onu sevgi ilə qucaqla. Çünki sənin o halın bugünkü sənə güc verən əsas hissədir. İndi bütün həyatını gözünün qabağına gətir. İçindəki bütün mənlərini bir yerə topla. Körpə halını, uşaq halını, yeniyetmə halını, ilk işinə başlayan halını, sevən və incinən halını, qorxan, cəsarət göstərən, sınan və yenidən doğulan halını, hamısını, bütün mənlərini indiki zamana gətir. Təsəvvür elə ki, böyük bir güzgünün qarşısında dayanmısan. Və o güzgüyə təkcə indiki sən yox, bütün sənlərin baxır. Onların hamısı sənin həyatının parçalarıdır. Bəziləri yaralıdır, bəziləri güclüdür, bəziləri hələ də qorxur, bəziləri sevinclidir. Onların hamısı sənə aiddir. Onların hamısı sənin həyatının zənginliyi və bütövlüyüdür. Onlara bax və de, sizi görürəm, hamınızı. Bəzən həyat çox çətin oldu, bəzən ağrılı oldu, qarışıq oldu və bu normaldır. Mən artıq qaçmıram, mən sizi sevirəm, mən hər birinizi qəbul edirəm. İndi hamınız mənimlə burdasınız, mən bütövəm. Hiss elə ki, içinə bir istilik yayılır. Hər bir hissə ona sevgi verdikcə sakitləşir. Sənin içində artıq ayrılıq yoxdur, mübarizə yoxdur. Sən bütöv bir insansan, güclüsən, həssassan, şəfqətlisən və canlısan. İndi təsəvvür elə ki, gələcəyinə baxırsan və sənin qarşında bir insan dayanıb. O sənə baxaraq deyir, mən sənin gələcəyinəm, mən buradayam ki, səni sevim. Bu səsi ürəyinlə hiss elə. Bu gələcəkdəki sən daha biliklidir, daha sevən, daha sakit və güclüdür. O gəlib ki, sənin bütün hissələrini, keçmişini, bugününü və gələcəyini sevgi ilə qucaqlasın. Həyat nədir? Bu özünü sevmək üçün sonsuz bir fürsətdir. Hər zaman özünün bir hissəsini sevə bilərsən. Keçmişdəki o incinmiş halını, bugün yorulmuş çalışan halını, gələcəkdəki ümidli, cəsarətli səni. Hər bir parçan sevilməyə və qəbul olunmağa layiqdir. İçindəki hər hansısa hissəni inkar eləyərək özünü tam bütöv hiss eləyə bilməzsən. Bütövlük bütün parçaları qucaqlamaqla başlayır. Şəfa parçalanmış özünü yenidən birləşdirməkdir. Sev, hər hissəni sev. Qorxan, səhv eləyən, uğurlu olan, sevgiyə ehtiyac duyan, sevən, hamısı sənsən. Onların hər biri sənin bütöv və gözəl varlığını yaradır. İndi özünə sakitcə de. Mən səni sevirəm. Hər halınla səni sevirəm. Mən səni qəbul edirəm. Mən bütövəm. Hər şey yaxşıdır. Və bu doğrudan da belədir.
bu şəxsi azadlıq, daxili rahatlıq və güclü özünü qəbul eləmək deməkdir.